Şəkillər, rəsmlər və digər qanunlar informasiyanın hansı növ təqdim edilmə formasına aiddir? İnformasiyanın 5 növ təqdim edilmə forması var. Şəkil, rəsm, diaqram, qrafik təqdim edilmə formasıdır. Doğru cavabımız D. Əlifbanın gücü 512-dir. Bu əlifbanın hər bir simvolunu kodlaşdırmaq üçün ən az neçə bit lazımdır? Hartli düsturuna əsasən 2 üstü i olduğu üçün əlifbanın gücünü böyük n, informasiya miqdarı isə i ilə hesablanıb. Burada əlifbanın gücü 512-dirsə, 2 üstü i, buradan i olacaq 9. Yəni 2-nin qüvvəti 9, 512 edir. Yəni 9 bit. Doğru cavabımız A. ASCII sistemində əlifbadakı simvol sayı nə qədərdir? ASCII sistemində 256 simvolumuz var. Əlifbada yenə də hartli düsturundan istifadə edərək hesablama apara bilərik. Bir simvolumuz 8 bitdirsə, ümumilikdə 256 simvol olacaq. Doğru cavabımız C. Aşağıdakılardan hansı əsas informasiya proseslərinə aid deyil? İnformasiyanın əsas prosesini ötürülmə, saxlanma, toplanma, silinmə, emal kimi 4 prosesi var. Silinməsi isə informasiya prosesi, yəni əsas proses deyil. Aşağıdakı cədvəldə giriş və çıxış ədədləri arasındakı qanuna uyğunluğu müəyyən edərək sual işarəsinin yerinə yazılacaq ədədi tapın. Burada giriş yerində 5, 8, 10, 12, 15, çıxış hissətlər isə 16, 25, 31, 46 kimi ədədlər verilib. Deməli, hər bir giriş informasiya çıxışdan hansı üsulla çıxış nəticəsi alınıbsa, bütün xanalarda eyni üsul davam etməlidir. Məsələn, baxın birincidə 5-dən necə 16-nı ala bilərik və yaxud da 10-dan necə 31 ala bilərik, 15-dən 46, 8-dən 25, bunun hansısa bir üsul tapmalıyıq. 5-i nəyə vursam 16-ya yaxın bir ədəd olar. 5-i mən 3-ə vursam 16 olar, 15 olacaq. Üzərinə də bir vahid gəlsəm 16-ya yaxın ədəd alacağım və yaxud da 8-i 3-ə vurub üzərinə 1 gəlsəm 25 alacağım. Bu üsulla 12-ni 3-ə vurub üzərinə 1 gəlsəm 36, 37 qiymətini ala bilərik. Yəni doğru cavabımız olacaq B. 8 GB neçə kilobayta bərabərdir? Ümumiyyətlə 1 GB-ımız 2 üstü 20 kilobaytdır. Yaxşı, 8 1 GB-ımız neçə olacaq? 8-i vursaq 2 üstü 23-ə, 2 üstü 20-yə, 8 özü 2 üstü 3, digər isə 2 üstü 23, 2 üstü 20, birlikdə olacaq 2 üstü 23. Yəni 2-nin qüvvəti 23. 2124 ədədi Roma say sistemində necə təsvir edilir? 2120 ədədini, 2000 ədədini 1000 m-lə, 2000 isə 2 ədəd 2 m yazsaq, 2000 almış olacağıq. 100 yazmaq üçün C, 20 yazmaq üçün x, yəni 10, 10, 20, 4 yazmaq üçün isə belə bir Roma say sistemindən istifadə edərik. Bilirik ki, Roma mövqesi say sisteminə aiddir. 1000, 2000, 2100, 2110, 2120, 2124. Doğru cavab variantımız C. 8-ci say sistemində hər hansı bir x ədədi verilib və ədədin açıq yazılış forması verilib bizə. Deyək, açıq yazılışına əsasən 8-likdə verilmiş ədədi tapın. Bilirik ki, biz hər hansı say sistemindən onun say sisteminə keçid edən zaman onun açıq yazılış formasından istifadə edirik. Burada verilmiş ədədimizin açıq yazılış forması necə olardı? 5 vurulsun 8 üstü 4. Üstə gəl. Biz əgər hər hansı bir ədəd x-da verilibsə, onun 8-in qüvvətləri kimi yazsaq, 1, 2, 3, 4 formasında ədədin üzərindəki qüvvətlərini düzməliyik. Burada 8 üstü 0 verilib. 8 üstü 1 yoxdur. Baxdığımız kimi açıq yazılış formasında. 8 üstü 2 verilib. 8 üstü 3 yoxdur. 8 üstü 4 verilib. Bu deməkdir ki, 8 üstü 3 və 8 üstü 4 olan ədədlər sıfıra vurma əməli baş verib ki, bu zaman sıfırlar ixtisar olunub. Yəni 5 vur 8 üstü 4 üstə gəl. Burada ortada 0 vurulsun 8 üstü 3 olub. Sonra 6 vur 8-in kvadratı üstə gəl. Yenə də 8-in qüvvəti 1 yoxdur. Deməli burada 0 olub. 0 əməlinə 0 vurma əməli baş verib.
və üzərinə gəlib 1 vurulsun 8 üstü 0. İndi bu ilk ədədləri yığsaq 5, 0, 6, 0, 1. 5, 0, 6, 0 və 1. 8'liyi də A variantı. Verilmiş ikili ədədlərdən hansı yaddaşda 1 bayt yer tutur? Ədəd nə zaman yaddaşda 1 bayt yer tutar? Bilirik ki, 1 baytımız bərabərdir 8 bitə. 8 bit isə, yəni 8 ədəd 0 və 1 rəqəmlərinin qarışığı deməkdir. İndi baxırıq biz variantlarımızda, hansı variantımızda 8 ədəd 0, 1 verilibsə, o 1 baytdır. Birincidə 1, 2, 3, 8, 9, 10, 11, 11 ədəd verilib. Deməli 11 bitdi. 11 bitdə 1 bayt etmir. Digərində isə 16 ədəddir, səhv etmirəmsə. Bu formada hər bir variantı saysaq, Y variantında 8 ədəd bitimizin, yəni 1 baytımızın olduğunu görə bilərik. Doğru cavabımız Y. Həcmi 40 megabayt olan fayl 20% arxivləşdirildikdən sonra neçə kilobayt olur? Öncə faylımız eğer arxivləşibsə, ilkin versiyası 100% idisə, 25% arxivləşib və yerdə 75% qalıb. 75%-imizdən, yəni 40 megabayt bizim 75% faylımız qalıb, 25% arxivləşib. 75% isə 30 megabayt deməkdir. Yəni ixtisar edib bölmə aparsaq 30 megabayt edəcək. İndi biz tapmalıyıq cavabımızı kilobaytla, çünki kilobaytla istəyib. 1 megabaytımız bərabərdirsə 1024 kilobayt. 31 megabaytımız neçə kilobayt alacaq? 30'u vurmalıyıq 1024'də. Cavab olacaq 30.720 kilobayt. Doğru cevabımız C. Aşağıdakı informasiya daşıyıcılarının fiziki prinsipinə görə uyğunlaşdırın. Fiziki prinsipinə görə 4 cür informasiya daşıyıcımız var. Perfokat, perfolent, maqnit, lenti, maqnit diski, optiklər və elektron. İndi bizə optikə nəyə aid edə bilər? Optiklərimiz, yəni birinci CD disklərimiz, DVD-lərimiz, sonra Blu-ray disklərimiz, yəni 1 olacaq B və D. 2. Elektrona nə aiddir? Flash kartlar, SSD-lər A və Y. Üçüncünə isə aiddir. Deməli, birincinə aiddir BD, ikinciyə aiddir A və Y. Maqnitə isə aiddir sərt diskimiz, yəni C. Doğru cevap variantımız olacaq A. 16'lıq say sistemində verilmiş rəqəmləri fərqli olan ən kiçik 3 rəqəmli ədəd 10'luq say sistemində nəyə bərabərdir? 16'lıq say sistemində rəqəmləri fərqli ən kiçik ədədimiz 102 olacaq. İndi 102'ni 16'lıq say sistemindən 10'luq say sisteminə çevirməliyik. Bu zaman nə edirəm? Üzərində yazıram 0, 1, 2 üsulu. 1 vurmalıyam 16'nın kvadratına. Üzərinə 0 onsuz da ixtisar olunub. Üzərinə də gəlməliyəm 2 vurulsun 16 üstü 0. 16'nın kvadratı 256 edəcək. 16'nın qüvvəti 0 olsa 1'ə bərabərdir. O da 2'yə vurduğumuz zaman olacaq 2. Cavab 258 10'luq say sistemində. Doğru cavabımız olacaq B. İnformasiya subyektiv fikirdən asılı deyil. Faktlara və dəlillərə əsaslanır. İnformasiyanın hansı xassəsinə aiddir? Bu fikir informasiyanın, bu da subyektivlik görürük. Bəli, informasiya hər hansısa bir kəsin subyektiv fikrinə asılı ola bilməz. Olduğu zaman bu zaman obyektivlik xassəsi pozulmuş olur. Doğru cavabımız D. 43 və üstəgəl 22 bərabərdir 47. Hər hansı bir say sistemində belə bir ifadə verilib bizə. 10'luq say sisteminə bu ədədləri çevirək. Hər hansı say sisteminin 10'luq say sistemə keçid edən zaman
Ədədin qüvvətləri formasını mən belə yazsam, olacaq 4x üstəgəl 3. 22 ədədini də x say sistemindən hər hansı bir say sisteminə keçid etsəm, olacaq 2x üstəgəl 2. İndi bu ədədləri toplasam, 47 də onluq say sistemindədir, yəni 4x üstəgəl 3 üzərinə gələk 2x üstəgəl 2 bərabərdir 47-yə. 4 üstəgəl 2 6x üstəgəl 5 bərabərdir 47. Təbii ki, onluq say sistemindədir hər biri. 6x bərabərdir 47 çıx 5. X də bərabərdir 42. 42-ni də 6-ya böldüyümüz zaman olacaq 7. Doğru cavabımız Y. Deməli, bu hesablama x 7-li say sistemindədir. 16'lıq say sisteminin hər bir simvoluna yaddaşda neçə bit yer ayrılıb? 16'lıq say sistemi bildiyimiz kimi bunu da hard disk storage-na görə açıqlama verə bilərik. 2 üstü i-dirsə, bizim 16'lıq say sistemində 16 müxtəlif simvolumuz varsa, hər simvolu 4 bitlə kodlaşdırmaq mümkündür. Doğru cavabımız C. Yəni maksimum 4 bitlə kodlaşdıra bilirik. İnformasiya ölçü vahidlərini azalan sıra ilə düzülmüş doğru variantını seçin. Azalan sıra deyibsə bizə, yəni çoxdan aza doğru düzməli, böyükdən kiçiyə doğru. Bit, bayt, kilobayt burada ən kiçiyimiz bitdir. Bitdən böyük ölçü vahidinə doğru getdiyinə görə Y variantı deyil. Megabayt, kilobayt, gigabayt, kilobayt megabaytdan kiçikdir, bu da deyil. Kilobayt, megabayt, burada isə kilobayt, megabayt, gigabayt, terabayt artan sırayla düzüldüyü üçün bu da deyil. Bizi azalan sıra istəyir. Bayt, bit, kilobayt, burada bayt, bit, bitdən sonra kilobayt. Kilobayt bitdən böyükdür, yəni qarışıq verilib. Doğru cavabımız olacaq A variantı. Terabayt, gigabayt, megabayt və kilobayt çoxdan aza doğru düzülmüşdür. Cücü 256 10 əlifbadan istifadə edilərək kodlaşdırılan 10 simvolluq söz yaddaşda neçə bayt yer tutub? Cücü 256-dırsa, yenə də enimiz 256-dırsa və 256 2 üstü i-dirsə, bir simvolumuz 8 bit yer tutmuşdur. 8 bitimiz isə edir 1 bayt. Yəni hər simvolumuz 1 bayt yer tutmuşdur. İndi bu kodlaşdırılan 10 simvolluq söz, hər hansı bir 10 simvolluq söz hər simvolumuza 1 baytdırsa, deməli yaddaşda elə 10 baytda yer tutmuş olacaq. Doğru cavabımız B. Raster şəkil hansı əsas komponentdən ibarətdir? Təbii ki, raster şəkillərimiz piksellər yığımıdır, piksellərdən ibarətdir. Doğru cavabımız olacaq B. Hansı duyğu üzvləri vasitəsilə qəbul edilən informasiya növü deyil? Bunlardan aşağıdakilərdən hansı duyğu üzvü vasitəsilə qəbul edilmir? Qoxu, səs, taktil, vizual duyğu üzvü ilə qəbul edilib. Kəsilən informasiya isə D, duyğu üzvü vasitəsilə qəbul edilən deyil. Həmçinin kəsilən informasiya diskret rəqəmsal informasiyadır. İnformasiyanın ən kiçik ölçü vahidi nədir? İnformasiyanın ən kiçik ölçü vahidi bitdir. Doğru cavabımız C. Hesablayın. İkili say sistemində bizə ədədlər verilib. Bu ədədlər üzərində toplama əməli aparılıb. Toplayaq. Hər ikisi ikilikdədir. 1-in üzərinə 1 gəldiyimiz zaman 2 edir. 2-ni ikili say sistemində yaza bilmərik. Bu zaman nə edir? Əsasını çıxıb qalığı yazırıq. 2-dən 2 çıxırıq 0. 1-i yadda. Yəni 1 dənə ikili ədədimiz yadda. Yenə növbəti ədədimiz 1. Üzərinə 0 gəldiyimiz zaman edə 1 edir. Yaddaşda da 1 var. Oldu 2. Yenə 2 yaza bilmərik. Əsasımıza çıxırıq. 0 yazırıq. 1 yadda. 1. Eyni qaydada bunu da edirik. 1 də yadda 2. 0 yazırıq. 1 yadda. 1 üstü gəl 1 2. 1 də yaddadır 3. 3-dən 2 çıxırıq əsasımızı. 3-dən 2 çıxdığımız zaman qalıq 1. Yenə 1 yadda. Yadda qalan 1 də gəlir yanına. Özündən əvvələ. Oldu 1 1 0 0 0 ikili say sistemində. Yəni doğru cavabımız oldu Y. İnsanın qəbul etdiyi informasiya hansıdır? İnsan qəbul etdiyi informasiya analoq informasiyadır. Doğru cavabımız A. Deməli, 77 ədədi 8-likdə, üzərinə gəlirik 13 ədədi 8-likdə.
Toplama əməlini yerinə yetirdikdən sonra onluq say sisteminə keçirəcəm. Amma kimə rahatdırsa, bəzi şagirdlər çətin gəldiyi üçün hər birini ayrılıqda onluq say sisteminə çevirib sonra toplama edə bilər. Amma bu da biraz vaxt itkisinə səbəb olur. 77 üstəgəl 3 edir, 7 üstəgəl 3 10 edir. 8 say sistemində 10 ədədi 10 rəqəmi olmadığı üçün aldığımız cavabdan əsası çıxıb yenə qalığı yazmalıyıq. 10-dan 8 çıxırıq, qalıq 2, 1 yadda. 7 üstəgəl 1 8, 1 də yadda 9. 9-un üzərinə gəlirik. 9-dan 8-i çıxırıq, əsasımızı qalıq edir 1, 1 də düşür yanına. 8'lik də çox üzr istəyirəm. 111, 112, əslində 112 demək düz deyil, 1, 1, 2, 8'lik də. İndi bu ədədi onluq say sisteminə çevirmək istəsəm, üzərinə 8 üstü 1, 8 üstü 2 yazdım, 0, 1, 2 kimi. 1 vur 8'in kvadratı üstəgəl, 1 vurulsun 8 üstü 1, üzərinə də gələk, 2 vurulsun 8 üstü 0. Bu edəcək 64 üstəgəl 8 üstəgəl 2'nin özü. Yəni 74. Doğru cavabımız oldu 74 onluq say sistemində. Onluq say sistemində verilmiş 65 ədədinin ikili say sistemindəki yazılışında birlərin sayını tapın. 65 ədədini 2'yə bölə getsək biraz uzun zaman alacaq. 65 ədədini 2'nin qüvvətlərinə gətirsəm 64 üstəgəl 1 edir. 64 də 2 üstü 6 üstəgəl 1 deməkdir. Yəni 2 üstə 0 1 deməkdir. 2 üstə 6 biz bilirik ki, əgər ədəd 2'nin qüvvətidirsə, onluq say sistemindən ikili say sisteminə çevirən zaman ədədi yazmaq üçün 1 yazıb qüvvəti qədər 0 yaza bilərəm. Yəni 1, 6 ədəd 0 yazsam bu 64 olacaq. Həqiqətən 64'ü bölə ikilərə getsəniz, orada qalıqlarda 6 ədəd 0, sonda nəticənizi 1 alacaqsınız. İkilikdə üstəgəl 1'in özü. Çünki 1 onluq say sistemi ikili say sistemidir də 1'ə bərabərdir. Əməlimi yerinə yetirsəm, bu zaman məndən nə istəyib? Birlərin sayını istəyib. Cavab olacaq 2. 2 ədəd 1'im oldu. Hansı yazılış qaydası doğru deyil? Birincidə, ikili say sistemində 1 sıfırlar ola bilər, doğrudur. İkinci cavabda 6, 7, C, 8, 16'lıqdır. 16 say sistemində C yoxdur. Deməli ki, doğru deyil. Bizdən doğru deyili soruşur. Üçüncüdə 1, 2, 3, 4 say sistemində ola bilər. Dördüncüdə B, C, D 16 say sistemində ola bilər. 5'də 88, 8'li say sistemində ola bilməz. 8'in özü 8'li say sistemində ola bilməz. 6-cıda 1, 0, 1, 0 onluq say sistemində ola bilər. Doğru cavabımız oldu 2, 5. 32 simvolu əlifba ilə kodlaşdırılmış sınaq sualı ifadəsi yaddaşda neçə bit yer tutar? 32 simvolu əlifba ilə kodlaşdırılıbsa, yenə buradan düsturdan istifadə etsək, i'miz olacaq bit. Yəni bir simvola düşən informasiya miqdarı 5 bitdir. İndi sınaq sualı ifadəsinin neçə bit yer tutduğunu tapaq. Birinci simvolları sayırıq. 1, 2, 3, 4, 5. Ortada boşluğu da sayılır. 6, 7, 8, 9, 10, 11. 11 ədəd sınaq sualında boşluq daxil olmaqla 11 simvoldur. Bir simvolumuz 5 bitdirsə, 11 simvol vurmalıyıq 5 bitə, olacaq 55 bit. Doğru cavabımız 55. Uyğunluğu müəyyən edin. Bizə informasiyanın xassələri verilib, etibarlılıq, anlaşıqlılıq, tamlıq xassəsi və ona uyğun uyğunluq verir. Uyğunlaşdırmalıyıq. Etibarlılıq xassəsi. İnformasiya qəbul edici üçün əlçatan bir dildə ifadə edilmişdir. Bu xassə aid olacaq anlaşıqlılığa. Yəni 2 olacaq A. İnformasiya subyektiv fikirdən asılı deyil. Bu obyektivlik xassəsinə aiddir, amma burada bizim obyektivlik xassəsi yoxdur. Deməli B aid olmayacaq. İnformasiya düzgün və istinad edilə bilən mənbədən əldə edilmişdir. Bəli, informasiya etibarlı mənbələrdən əldə edilməlidir.
etibarlı mənbədən. Bu olacaq birinci etibarlı xassəsidir. İnformasiya cari zamana yox onda. Bu aktuallıq xassəsidir. Yoxdur bizim sıralamamızda. İnformasiya anlamaq və qərar qəbul etmək üçün kifayətdir. Bu isə tamlıq xassəsidir. Deməli 1C, 2A, 3Y. Uyğunluğumuz bu formadadır. Tutumu 2 TB olan boş diskə 4 ədəd 128 GB-lıq qrafik və 500 GB-lıq bir video əlavə edilərsə, diskdən neçə GB boş yer qalar? Bizim ümumi həcmimiz 2 TB-dır. Və bizdən sonra cavabı GB-la istəyir. TB-ı GB-a çevirmək istəsəm, 1024-ə vurmalıyam. 4 ədəd 128 GB-lıq. Yəni 1 ədəd 128-dirsə, 4 dənəsi olacaq. 4 vurulsun 128. Həmçinin 500 GB-lıq da bir video əlavə olunub boş diskimizə. Əvvəlcə, deməli, 4-ü vurdum 128-ə. Üzərinə də 500 gəlsəm, buradan alaram 1012 GB. Yəni mən boş diskimə 1012 GB-lıq bir məlumat yazmışam. Bu zaman mənim neçə GB boş yer qalar? Ümumilikdə isə 2048 GB-dır diskimin həcmi. 2 TB-ımız 2048 GB edir. 2048-dən də çıxaram 1012-ni, olacaq 1036 GB. Doğru cavabımız 1036 GB. Bir rəngli qrafik təsvirin üfüqi ölçüsü 2048 piksel, şaquli ölçüsü 1024 pikseldir. Bu təsvirin həcmi 3 MB təşkil edir. Təsvirin hər bir pikselin kodlaşdırılması üçün rəng dərinliyi nə qədərdir? Ümumiyyətlə, təsvirin ölçüləri, yəni üfüqi və şaquli ölçüsünü A vur B-dirsə, rəng dərinliyimizi də N ilə işarə etsək, ümumi həcmə bərabər olacaq. Bu həcmdə qiymətləri yerinə qoyaq. 2048 pikselimiz olacaq 211. Vurulsun 1024-ümüz olacaq 210. Rəng dərinliyimiz nə qədərdir bilinmir. N olaraq qaldı. Həcmimiz isə 3 MB-dır. 3 MB. N bərabərdir. 3 MB bölünsün 2/21-ə. Və unutmayaq ki, bizim rəng dərinliyimiz bitlə hesablanır. Dərinlik bitdi. Bizim həcmimiz isə 3 MB-dır. Yəni mən 3 MB-ı bitə çevirməliyəm. 1 MB-ımız 2/23-dürsə, 3 MB-ımız 3 vurulsun 2/23 olacaq. 2/21 isə bizim piksellərimizin sayıdır. Burada qüvvətlər çıxdığımız zaman qalacaq 3 vurulsun 4, o da olacaq 12 bit. Deməli, bizim rəng dərinliyimiz 12 bitdir. Elektron kitab 16 səhifə, hər səhifədə 32 sətr, hər sətirdə 64 simvol olmaqla yaddaşda 8 KB yer tutur. Kitabın kodlaşdırıldığı əlifbanın gücünü tapın. Elektron kitab 16 səhifədən ibarətdir. Ümumiyyətlə, kitabın səhifəsi vuruq sətrinə, bir sətirdəki simvol sayına, o da vurmalıyıq i-yə, yəni informasiya miqdarına bir simvol tutduğu bit. Bitlə. Bu da bərabərdir həcm. Bu düsturu heç vaxt unutmayın. Bu düstur ən önəmli düsturlardandır bizim üçün. Hər bir verilən məlumatları yerinə qoyuram. Səhifəm 16-dır, 2/4. Sətirlərim 32-dir, 2/5. Simvol sayım 64-dür, 2/6. İnformasiya miqdarı verilməyib. I bərabərdir həcm 8 KB. 8 KB-ı bitə çevirsəm 213 vurmalıyam. Çünki bizim əlifbada informasiya miqdarımız bitlə olur. Buradan i-ni tapsam 216 bölünsün 215-ə, bu da olacaq 2. i 2-dir, amma bizim cavabımız 2 olmayacaq. Kitabın kodlaşdırdığı əlifbanın gücünü soruşur. Əlifbanın gücü nədir? Yenə də gəldi harfli düsturuna çıxdıq. N bərabərdir 2/i. İ'miz də 2-dirsə, yəni 2/2, 4. Əlifbamızın gücü olacaq 4.